xəbərləri istəyirsiniz. Gerdə buraxdığımız həftədə nələrin baş verdiyinə qısa nəzər salaq. Fevralın 24-dən 25-nə keçən gecə cəbhə boyu baş verən atışma zamanı həlak olan hərbçilər döyüş meydanından təxliyə edildi. Əskərlər torpağa tapşırıldı. Bloger Mehman Hüseynov həbs olundu. Azərbaycan yüksək gəlirli və işsizlik səviyyəsi cəmi 5-6% olan ölkələr sırasındadır. İqtisadçılar aydınlıq gətirəcək. Ölkədə aylıq gəlirlə bir aya başa vurmaq olurmu? Sakinlərdən soruşduq. Hər gün borcluların canını mənən alan banklar bu dəfə real olaraq borclunu öldürdü. Əkrəm Həsənov deyir. İctimai tənqid nəticə verdi. Mikayıl Müşfiqin heykəli bərpa olunacaq. Və digərləri haqqında bir qədər geniş. Fevralın 24-dən 25-nə keçən gecə cəbhə boyu baş verən atışma nəticəsində həlak olan hərbi qulluqçuların nəşi beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib. Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, iri miqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçular Abdullayev Akşin İsmailoğlu, Nəzərov Şahlar Yaşaroğlu, Haşımlı Tural Əbdiloğlu, Qədimov Zülfü Rəhimoğlu və Cəfərov Zakir Nazimoğlu şəhid olub. Məlumata görə fevralın 26-sında şəhid olmuş hərbçilərin nəşlərinin döyüş meydanından çıxarılması məqsədi ilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri müvafiq tədbirlərin həyata keçirilməsini planlaşdırmışdı. Lakin bu baş tutmayıb. Meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş razılığın şərtlərini pozaraq əməliyyatın keçirilməsinə mane olub. Onlar bilərəkdən qəbul edilməz yeni tələblər irəli sürüblər. Cəbhənin digər istiqamətlərində düşmən tərəfi mövqelərimizi müxtəlif çaplı silahlardan, artilleriya qurğularından atəşə tutub və bir neçə istiqamətdə planlı sürətdə diversiya həyata keçirməyə cəhd edib. Məlumatda belə qeyd olunub. Bu arada Xəzər Hərbi Tədqiqatlar İnstitutu 2017-ci ildə Azərbaycanın itirdiyi hərbçilərin statistikasını açıqlayıb. Məlumatda 2017-ci ilin ilk aylarında Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda azı 14 hərbi qulluqçunun həlak olduğu deyilir. Ölənlərdən 14-ü döyüş, 4-ü qeyri-döyüş itkisidir. Martın 3-də Suraxanı rayon məhkəməsi bloger Mehman Hüseynovun 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb. Bloger məhkəmə zalında həbs edilib. Hakim Ceyhun Qədimovun sədrliyi ilə keçirilən prosesdə heç bir vəsatət təmin olunmayıb. Bu barədə Meydan TV-yə vəkil Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə prosesdə hakim xüsusi ittihamçını ifadə vermək üçün məhkəməyə gətirməyib. Hakim Mehman Hüseynov son sözünü deyəndən 5 dəqiqə sonra 2 il azadlıqdan məhrum etmə cəzasını elan edib. Qeyd edək ki, 24 beynəlxalq təşkilat Azərbaycan hakimiyyətini ölkədə söz və ifadə azadlığının pozulması üzrə atılmış son addımlara görə kəskin tənqid edib. Təşkilatların birgə yazıb yaydığı məlumatda qeyd edilir. Bugünkü hökm və Mehman Hüseynovun həbsə məhkum olunması qəzəbləndiricidir. Bu, Azərbaycanda hakim İlham Əliyev rejiminin tənqidçilərinin hədəf olduğunun daha bir nümunəsidir. Birgə bəyanatda Azərbaycanda siyasi fəalların təqibi və həbsi pislənməklə yanaşı edilən siyasi məhbusların dərhal və qeyd şərtsiz azad edilməsi tələb edilir. Son söz verəndə də Mehman bildirdi ki, o jurnalist və bloger fəaliyyətinə məşğul olmaqdan və olmaqla bağlı heç bir peşmançılıq çəkmir və həqiqətən də polis onu döyüb, işgəncə verib, oğurlayıbdır və o bu məsələni deməliydi və deyibdir və polisdən edilən işgəncəyə görə heç kəs işgəncənin istismarlaşdırılmasına görə heç kəs məsuliyyətə cəlb edilə bilməz, o cümlədən də Mehman Hüseynov. Azərbaycan yüksək gəlirli inkişaf etməkdə olan dövlətlər sırasındadır. Biz bunu qoruyub saxlayırıq. Bunu mətbuat açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə ölkədə işsizlik 5-6% səviyyəsinə dək endirilib. İqtisadçılar isə nazirlə həmfikir deyil. İqtisadçı Məhəmməd Talıblı deyir ki, məmurları dinləyəndə aydın olur ki, ümumiyyətlə, onların ölkənin real iqtisadi durumu ilə bağlı təsəvvürləri yoxdur. Ekspertin fikrincə, hazırda ölkədə adam başına düşən ümumdaxili məhsul $4.000 da aşağıdır. Bu ilin statistikası onu göstərir ki, iqtisadi artım da 3% geriləyib. Dünya Bankının proqnozlarına da nəzər salsaq görərik ki, növbəti illərdə də bu sahədə geriləmə olacaq. İşsizlik səviyyəsinin minimuma endirilməsinə gəldikdə isə
Bu da real vəziyyəti ifadə etmir. Halbuki Avropa İttifaqına daxil olan ölkələrdəki məhz bu rəqəm 4 və 13% arası dəyişirsə, bu normal bir səviyyə hesab olunur. Yəni Azərbaycan bu qədər inkişaf etdi ki, Avropa İttifaqına daxil olan ölkələrdən yoxsulluq səviyyəsinə görə xeyli qabağa keçdi. Tamamilə absurddur. Ona görə də Azərbaycanda həm gəlirli səviyyəsinin artması, eyni zamanda işsizliklə bağlı söylənilən proqnozlar, eyni zamanda real vəziyyətin təhrif olunması tamamilə reallıqdan uzaqdır. Ölkədə aylıq gəlirlə fərq etməz. İstər maaş olsun, istər pensiya. Aya başa vurmaq mümkündürmü? Sorğudan biləcəyik. Çətindir, çox. Hər şey bahalanıbdır, bu bir. Marşrutları da elə eləyiblər ki, bir yana getmək üçün gərək 3 dənə marşrut dəyişək. Qabaq prəmoy bir dənə marşrut var idi. Çox pis, çox. Bütün əhali narazıçılıq eləyir. Mən bilməm, bu baxanlara nəyə baxırlar, nazirlər? Belə xanım. Belə də çətin. O qədər də yox. Nəyə görə? Ona görə ki, əslində idarə eləsəm, yəni özümü sıxsam çatar, amma sıxmadığımdan görə gəzmək istəyirəm, axı eləmək istəyirəm, ona görə çətin çatır. Bir Allah şeyi çatdırırıq, hələ ki çatdırırıq. Gələcəyinə baxarıq. Heç çatdıra bilmirik valla. Çox çətinlikdir. Uşaq çox mümkün olmur. Aylıq gəlirimiz bizimki gündəlik qazançlı yetirmir. İş olanda işimiz olur, olmayanda da olmur. Yox, indi məsələn baxır vəziyyətə də, indi iş yaxşı olanda çox da olur, az da olur. El olur, 5 də olur, 10 da olur, olmayanda da olmur. Bax belə. Yox, heç yetmir qızım. Heç dərmanımıza çatmır. Pensiyası, mən 140 manat alıram, xanımın 150 manat, 10 manat məndən çox alır. Hərdən görsə 10 manatlı başıma qalxır, deməzindən çox alır. Yaşamaq da öyle sürünməkdir. Çatdırmıram ki, indi qiymətlərə qalxıb ceyran belinə heç danışmaq olmur. Nə bayram yada düşür, nə yaşa gedə bilirik, nə sonra gedə bilirik. Heç bir şey. Bəli, pensiya alıram, güclə çatdırıram. Əgər başqası kömək eləməsə mənə, oğlanların kömək eləməsə, güclə çatdırıram. Fevralın 28-də Ucar sakini 53 yaşlı Cəbrail Cəbrailov Dəmirbankın Göyçay filialında infarktdan dünyasını dəyişib. Onun banka $1020 borcu olub və əlavə olaraq $500 da faiz gəlib. Bank ondan borcu ödəməyi tələb edib. O isə bankdan möhlət istəyib. Bu zaman Cəbrail Cəbrailovun ürəyi dayanıb. Məlumatı Meydan TV-yə mərhumun başçısı oğlu Orxan Mirzəliyev verib. Orxan Mirzəliyevin sözlərinə görə 2014-cü ildə Cəbrail Cəbrailovun övladı vəfat edəndə yas vermək üçün bankdan kredit götürüb. Krediti dollarla götürmüşdü. Növbəti il devalvasiya olanda ağır vəziyyətlə üzləşdi və borcu verə bilmədiyindən evini satıb rayon su idarəsinin binasında məskunlaşdı. Düşündü ki, bəlkə hissə borcu ödəyər. Məsələ ondadır ki, krediti sığortalanmışdı. Xəstələnsə, vəfat etsə, kredit tələb olunmayacaqdı. Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə bu kimi hadisələr demək olar ki, banklarda hər gün baş verir. Banklar borclulara qarşı mənəvi terror həyata keçirir. Yəni dövlət həmin banklara qarşı çox qəti sanksiyalara keçməlidir. Amma bir hələlik bunun tərəfindən görmürük. Əksinə hətta vətəndaşların yenə də borcu ödəyə bilməyən vətəndaşların həbslə hədələndiyini görürük. Amma ki, vətəndaşlar nə etməlidir? Vətəndaşlar mübariz olmalıdır. İlk növbədə. Yəni qorxmamalıdır. Yəni bank işçisindən, icra məmurundan, hökumət də banka yəni bir dəfə getdin və salam da hər dəfə durub bu yəni bir dəfə getdin öz sözünü dedin ki mən borcu ödəyə bilmirəm və salam. Yəni hər dəfə gedib əsəblərini vətəndaş korlamalı deyil. Bankın problemi varsa məhkəməyə versin, uçsun. Əgər vətəndaşın pulu varsa onun pulundan kəsiləcək, onsuz da banka ödəniləcək. İmkanı yoxdursa o borc silinməlidir və vətəndaşlar da bunu bilməlidir. Şair Mikail Müşfiqin abidəsi həmin ərazidə əvvəlki görkəminə heç bir xələl gətirilmədən yenidən quraşdırılacaq. Bu barədə reporta Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib. Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi bildirib ki, təxminən bir ay müddətində heykəl yenidən əvvəlki yerində ucaldılacaq. Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri
Elbəy Qasımzadənin sözlərinə görə şairin heykəli aidiyyatı dövlət orqanına məlumat verilmədən götürülüb. Bizə təklif edirlər ki, qarşıda böyük meydan yaranıb. Heykəl həmin meydanın ortasına qoyulsun. Bu ola bilməz. Heykəlin miqyası böyük olduğuna görə kiçik bağçada yerləşməlidir, deyə o əlavə edib. Ziyalar isə hesab edir ki, ictimai tənqid olmasaydı, heykəlin aqibəti bilinməyəcəkdi. Cəmiyyətin qəzəbi Müşfiqin heykəlini yerinə qaytardı. Nə yazıq ki, bu cür Azərbaycan reallığında insana, sözə, ədəbiyyata, mənəvi dəyərlərə verilən qiymət bundan uzağa getmir. Hər şeyin maddiləşdiyi, təmənna qəlbinə girdiyi və qazanc mənbəyinə çevrildiyi bir mühitdə getməyəcəkdir. Müşfiqin qəddarlıqla dağılıb yerə tökülmüş, toz torpaq içində batmış abidəsi elə bu ölkənin simvolik abidəsidir. Nə əskik, nə də artıq. Martın 1-dən Avropa İttifaqının Gürcüstana tətbiq etdiyi vizasız rejim qüvvəyə mindi. Siyasi şərhçi Nəsim Məmmədli hesab edir ki, İttifaqın bu qərarı Azərbaycan hökumətini silkələməsə, ölkəni daha ağır aqibət gözləyir. Demokratik cəmiyyətdən uzaqlaşmaq, vətəndaşlarımıza və dövlətimizə nəzərə çarpacaq zərbələr vurmağa başlayan idarəetmə sistemindən geri çəkilmək lazımdır. Qonşu ölkədə müşahidə olunan bu müsbət tendensiya tez və ya gec xalqımızın da siyasi baxışlarına, o cümlədən demokratik idarə etməyə meyllənməsinə təkan olacaq. İstənilən müsbət qlobal tendensiyanı qismən ləngitmək mümkün olsa da, onu əbədi dayandırmaq mümkün deyil. Moskva hirslənərsə, o Dağlıq Qarabağ münaqişəsinə münasibətini dəyişə bilər. Bu barədə Rusiyalı politoloq Andrey Yapifantsev Azadlıq Radiosunun Ermənistan xidməti Azad Tutyununa məlumat verib. Bildirib ki, bugün Moskva Qarabağ məsələsində status quo-nu saxlamağa çalışır. Bu elə Ermənistana da xeyirdir. Lakin əgər Ermənistan özünün xarici siyasətini dəyişərək Rusiyadan uzaqlaşsa, Moskva da öz mövqeyini dəyişərək daha çox Azərbaycan yönlü mövqe tuta bilər. Məsələn, Azərbaycana başqa keyfiyyətdə olan silahlar sata, ATƏT-in Minsk qrupunun həmsədri kimi mövqeyini sərtləşdirə bilər. Bu həftəlik bu qədər. Görüşənədək.